Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmain amma ba'd. Esselamu aleyküm ve rahmetullah ve berekatuhu. Dildən şəfaət istemeye bağlı dersimizin ikinci hissəsini inşallah zikr edəcək. Dərsin mövzusu müxaliflər dildən şəfaət istemeye icazəli saymaq üçün həmçinin bu hədisi dəlil olaraq gətirirlər. Zeyd ibn Əbid Ziyad Allah Resulü sallallahu aleyhi ve sellem'e xidmət edən bir kişi veya bir qadın rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem ona xidmət edən adama davamlı olarak bir ehtiyacın var mıdır diye soruşardı. Bir gün Resulullah sallallahu aleyhi ve sellem ondan ehtiyacını soruştuğunda bu adam ey Allah'ın Resulü bir ehtiyacın var dedi. Resulullah sallallahu aleyhi ve sellem ehtiyacın nedir diye buyurduğunda ehtiyacım kıyamet günü mənə şəfaət etmendir cevabını verdi. Allah Resulü sallallahu aleyhi ve sellem sənə bunu istemeyi için kim yol gösterdi diye soruştuğunda adam Rabbim yol gösterdi karşılığını verdi. Bunun üzerine Allah Resulü sallallahu aleyhi ve sellem o halda səndə çox səcdə edərək bu xüsusda mənə yardımcı ol buyurdu. Hədisi rivayət edilmiş Müsnəddə. Müxaliflər həmçinin bu hədisi əsaslanaraq deyirlər ki, bax səhabə Allah Resulundan şəfaət istədi. Resulullah da sallallahu aleyhi ve sellem də ona sən şirk etdin demədi. Ona görə də diri bir kimsədən şəfaət istəməkdə heç bir işgal yoxdur. Bunu cavab olaraq biz də deyirik ki, ey cahil kafir, sevincin qursağında qaldı. Çünki bu hədis mürsəldir. Mürsəl yəni xəbəri vahid olmaqla yanaşı rəvayət zəncirində adı zikr edilmədən atlama xüsusiyyəti olan ravilərdən biri və ya bir neçəsinə adı zikr edilmədən keçirilmiş hədislərə verilən addır. Və biz yuxarıdakı hədisə baxdıqda görürük ki, bu hədisdə İbn Əbi Ziyadın Peyğəmbərin sallallahu aleyhi ve sellemin hansı xidmətçisindən rəvayət etdiyini bilinmir. Hətta qadın və ya kişi olduğu da bilinmir. Bu hədisi rəvayət edən xidmətçinin heç kişi və ya qadın olduğu belə bilinmir. Lakin biz bilirik ki, Peyğəmbərin birdən çox xidmətçisi olub. Məsələn, sallallahu aleyhi ve sellem birinin adı Sovban olub xidmətçisinin. Buna dəlil bu hədisdir. Madan İbn Əbu Təlhə Əl-Yəmur radiyallahu anh rəvayət etdi ki, Resulullahın mövlası xidmətçisi Savban radiyallahu anh ilə qarşılaşdım və dedim ki, mənə elə bir əməl söylə ki, onun səbəbi ilə Allah məni cənnətə qoysun. O sustu. Sonra üçüncü dəfə soruşdum, belə cavab verdi. Bunu mənə də Resulullah'tan soruşdum, o belə buyurdu. Çox səcdə etməlisən. Hədis rivayət etmiş Müsnəd. Digər bir xidmətçinin adı isə Rabi'a ibn Kəb əl-Sələmi olub. Bunun dəlili də bu hədisdir. Əbu Sələm radiyallahu anh demişdi ki, mən Rabi ibn Kəb əl-Əsləmi radiyallahu anh belə deyərkən eşitdim. Resulullah sallallahu aleyhi ve sellem birlikdə gecələyirdim. Ona dəstəmaz suyunu və ehtiyacı olan şeyləri gətirdiyimdə məndən nə istə dedi. Mən də cənnətdə səninlə bərabər olmaq istəyirəm dedim. Bundan başqa bir şey buyurdu. Mən də istəyim budur dedim. Elə isə çoxlu səcdə etməklə surətilə nəfsin üçün mənə yardımcı ol buyurdu. Əbu Davud rəvayət etdisi. Və bu iki hədis göstərir ki, Peyğəmbərimizin sallallahu aleyhi ve sellemin iki xidmətçisi olub. Biri Rabia, digəri Sabban. İndi biz hardan bilək ki, sənin Allah'tan başqasından şəfaət istəmək icazəli saymaq məqsədi ilə dəlil olaraq gətirdiyin hədisin ravisi, xidmətçi bunlardan hansıdır? Sabban mı, yoxsa Rabia mı?
Muhalif desə ki, bu hədisin başqa bir versiyasında bu hədisdə adı açıqlanmayan ravinin, yəni xidmətçinin adı açıqlanır. Bax, bu dəlil. Bu hədis o bir hədisdə bir eynidir. Lakin bu hədisdə xidmətçinin adı Rabiə ibn Kəb olduğu bəyan edilir. Ona görə də bu hədis digər mürsəl hədisi gücləndirir. Bunun cavab olaraq biz deyirik ki, düzünüdür. Elə müstəddə keçən bu hədisdə sözü gedən xidmətçinin Rabiə bin Kəb olduğu bəyan edilir. Lakin məsələ burasındadır ki, elə bu hədisin sənədi də işgəl var. Çünki bu hədisin sənədində yəni İsmail bin Əyyaş deyə bir ravi vardır. İmam Nasain bu ravi haqqında deyir, İsmail ibn Yaşay zəifdir. Həmçinin Əl-Kəbi bu ravi haqqında bildirir. İbn Əbi Xeysəmə deyir, Yahya ibn Məyindən İsmail ibn Əyyaş haqqında soruşdular. O dedi, Şam cəmaatı və İraqlılar onun hədisindən nifrət edirlər. Bəli, sən gətirindi bu hədisin ravisi bu haldadır. Ona görə də bu hədis digər hədisi mürsəl sifətindən çıxarmaz. Bu hədis özlüyündə bu haldadır. Digər hədis necə gücləndirsin? İmam Şafiyə görə yalnız səhih bir hədis başqa bir mürsəl hədisi gücləndirə bilər. Həmçinin mürsəl hədis başqa bir mürsəl hədisi gücləndirə bilər. Lakin bu səhih hədisin mürsəl gücləndirməsindən zəif olar. Sənə bəyan edildi ki, bu hədis mürsəldir və sənin gətirdiyin ikinci hədis bu mürsəl hədisi gücləndirməlidir. Çünki sənin gətirdiyin ikinci hədis sənədindəki ravi zəifdir. Deyilsə ki, nə olsun ki, bu mürsəldir və mürsəl hədis qəbul etməkdə nəsə bir işgəl varmı? Biz deyirik ki, bəli, var. Çünki hədis əhli mürsəl hədisi qəbul etməyib. Məsələn, İmam Şafi rahimehullah deyir, siğa etibarlı ravilər İbn Əbi Zibin, İbn Şehban vasitəsilə Nəbi sallallahu aleyhi və səlləmin namazda gülən birinə dəst namazını da iade etməsinə əmr etdi. Hədisini bizə nəql etdi, bizə mürsəl olduğu üçün bu hədisi qəbul etmədik. Fikir verir, İmam Şafi hətta namaz barədə olan mürsəl hədisi qəbul etmirsə, bizlər tövhiddə xələl gətirən mürsəl hədisi necə qəbul edək? Çünki şəfaət Allahdan başqasından istəmək tövhidin təməllərini ziddir. Bu hədis barədə son söz budur ki, yenə də cəhdlərin boşuna çıxdı və sən bəyan edildi ki, bu hədis etiqad məsələlərində hüccət sayılacaq vəziyyətdə deyil və ya Məsruq rəvayət edir ki, Rasulullahın sallallahu aleyhi ve sellem dedi, məndən sonra bir-birinizi boynu vuran kafirlər olaraq geriyə dönməyin. Buxari 1-ci cild 121-ci səhifə. Və ya Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Nəbi sallallahu aleyhi ve sellem buyurdu ki, hər kim heyzli bir qadına yaxınlaşsa və ya bir qadını arxasında ona yaxınlaşsa və ya bir kahinə gedib söylədiklərini təsdiq edərsə, Muhammedə nazil olan inkar etmiş olar. Tirmizi Cəmiyyət 1-ci cild 242-ci səhifə. Bu hədisin zahirini götürsək, gərək deyək ki, müsəlmanı öldürən kafirdir və ya müsəlmana qarşı vuruşan kafirdir. Hətta bunun örnəyində vardır ki, Əli ilə Muaviyə, Allah onlardan razı olsun, bir-biri ilə vuruşdu. Biz bu hədislərin zahirini götürsək, gərək deyək ki, Əli də Muaviyə də kafirdir. Lakin bu təməllərə ziddir. Çünki Uca Allah Azə və Cəllə buyurur, möminlərdən iki tayfə bir-biri ilə vuruşsa, onlara ayırın. Hucurat surəsi 9-cu ayə. Fikir ver, Allah Cəllə Cəlaluhu bir-biri ilə vuruşanlara mömin dedi. Ona görə də sələf qatında yuxarıdakı hədisləri təvil edib, məsələn, İbn Əbi Zəməyn rahimullah deyir ki, bu hədislər ilə bənzəri hədislərə zikr edilən bu fiillərin kafirlərə, müşriklərin əxlaqları və yollarına olduğuna görə müsəlmanlar bundan çəkinsin deyə qadağan edilib. Bəhs edilən fiillərin hər hansı birini edən adam Allahı şirk qoşan və ya kafir olmadığına gəlincə, başqa bir hədisdə Nəbi sallallahu aleyhi ve sellem buyurur,
Bığını almayan, yəni azaltmayan bizdən deyil. Tirmizi 5-ci cild 276-cı səhifə. İbn Əbi Zəmin rahimehullah deyir: İndi bir kimsənin bu hədisi Rəsulullahın bığlarını almayan kimsələrdən bəridir kimi şərh etməsi icazəli olarmı? Gördüyün kimi təməlləri müxalif edən hər nası alimlər təvil edib. Əlbəttə biz bilirik ki, təvil hədisi əhli qatında bəyənilməyib. Məsələn, Əbu Qasım İbn Məndə deyir ki, təvil hədisi əshabının qatında bir növ yalanlamadır. İndi biz İbn Əbi Zəməni insanların müsəlmanlara kafir deməsini deyə bu hədisləri təvil edərkən hədisləri yalanladı deyə bilərikmi? Və ya o insanları bu hədisləri əsasən müsəlmanlara kafir deməsin deyə bu hədisləri təvil edərkən təvilci cəhmi olmayıb da biz insanlar Allahdan başqasının şəfaət istəməsin deyə söz mövzusu hədisləri təvil etdikdə təvilci cəhmi oluruq. Hətta təməl nas müxalif etməyən nas belə köhnə sələflər qatında təvil edilib. Məsələn, Hərb İbn İsmail Əl-Kirmani rahimehullah deyir ki, İsaqın Nəbinin sallallahu əleyhi və səlləmin kim Allahın bir qarşı yaxınlaşarsa, Allah ona bir qulac yaxınlaşar. Hədisi haqqında belə deyərkən eşitdim. Yəni kim Allaha qarşı əməllə yaxınlaşarsa, Allah da ona bir qulac mükafatla yaxınlaşar. Kitab-ı Sünnə 362-ci səhifə. Yaxınlaşmaq sözü ilk mənası məsafə ilə yaxınlaşmaqdır. Filan şeyin filan şeyə yaxındır, yəni onun filan metr yaxındadır. Hədisin zahirində bu başa düşülür. Lakin İsaq hədisi təvil edərək kim Allaha əməllə yaxınlaşarsa, Allah da onu mükafatla yaxınlaşar deyir. Buradan nə başa düşürük? Hətta təməllərə zidd olmayan bir hədisi belə qədim əsər əhli təvil edibsə, bizlərə vacibdir ki, Allahdan başqasına şəfaət istənilməsini təlluq edən hədisləri təvil edək. Əgər bunu etiraz edən olsa, gərək birinci əsər əhlinə etiraz edilsin. Sənə bəyan edildi ki, yuxarıdakı şəfaət Allahdan başqasına istənməklə əlaqəli hədislər hətta səhih olsa ki, səhih olmadığını ortaya qoyduq, təvil edilər. Hədislər hansı mənaya təvil edirik? Rabi ibn Kəb dedi, mən gündüz Rəsulullaha sallallahu əleyhi və səlləmə xidmət edirdim. Nə zaman ki gecə olurdu, Rəsulullahın qapısına gedirdim və o gecəni onun yanında keçirdim. Onu davamlı olaraq belə dediyini eşidirdim. Sübhanallahi, Sübhan Rabbi. Ta ki bezənə qədər, yaxud yuxu mənə qalib gələnə qədər qulaq asırdım. Bir gün mənə belə dedi, ey Rabbiya, məndən sual ver, sənə cavab verim və ya məndən istə, sənə verim. Dünyanın fani və keçici olduğunu xatırlayana qədər gözlədim. Sonra dedim, ey Allahın Rəsulu, səndən istəyirəm ki, məni oddan qurtarıb cənnətə salması üçün Allaha dua edəsən. Allahın Rəsulu sallallahu aleyhi və səlləm bir qədər sakit durdu. Sonra dedi, bunu sənə kim əmr edib? Dedim ki, bunu mənə heç kim əmr etməyib. Lakin dünyanın fani və keçici olduğunu və sənin Allahdan olan bir məkanda olduğunu və Allaha yaxın olduğunu bildim. Buna görə mənim üçün dua etməyini istəyirəm. O dedi, mən bunu edənəm. Mənə çoxlu səcdə ilə yardım et. Bu hədisin müsnəddə Allahdan başqasının dirilən şəfaət istəməyin caiz olduğunu sübut etmək üçün istidlal etdiyin hədislə demək olar ki, eyni ləfizdədir, sadəcə bir fərq var. O da budur ki, sənin müsnəddə gətirdiyin hədisin xidmətçi Allah Rəsulundan sallallahu aleyhi ve sellemə deyir, ehtiyacım mənə qiyamət günü şəfaət etməyindir. Hansı ki, biz bunun mürsəl olduğunu sübut etmişdik. Lakin bu hədisdə isə xidmətçi deyir, ya Rəsulullah, mənim üçün dua et ki, Allah məni cəhənnəmdən xilas edib cənnətə salsın. Yəni, gətirdiyin hədislər səhih olsa idi,
Belə biz bunu başqa bir versiyasına əsasən təvil edərdik. Çünki biz Yahudilərin kitabını bir qismini alıb, Yahudilər kimi kitabın bir qismini alıb, digər bir qismini tərk etmirik. Dəvəcə Allahın sözüdür. Yoxsa siz kitabın bir qisminə inanıb, digər qismini inkar edirsiniz. Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaqla, qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bir xəbər deyil. Bəqərə surəsi 85-ci ayə. Sən heç vaxt Yahudilərin bu Tövratın filan qismini inkar edirik dediklərini görməzsən. Ona görə də ayədə keçən inkar sözünün mənası nasları bütünlüklə ələ alınmayıb, bir qismin təalluq etdiyi mənada tutulmaqdır. Bugün bir çox firqə bu vəziyyətdədir. Məsələn, kim la ilahe illallah deyirsə cənnətə girər hədisini alıb, geri qalanını tərk edirlər. Və kim la ilahe illallah desə, ona müsəlman hökm verirlər. Halbuki bu hədisdən başqa hədislər var. Məsələn, Osman radiyallahu anh rivayet edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir. Hər kim la ilahe illallah, Allahdan başqa ibadətə layiq ilah olmadığını bildiyi halda ölərsə cənnətə girər. Müslim rivayet etdədir. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuşdur. Bu iki şəhadət kəlməsini şək etməyərək bunlarla Allaha qovuşan hər bir bəndə mütləq cənnətə girəcək. Müslim rivayet etdədir. Və belə hədislər çoxdur. Bizlər bu hədisləri necə cəm edib sonra bir hədisin bütününü təalluq etdiyi mənaya etiqad ediriksə, eyni ilə şəvahid hədisləri də belədir. Batil iddialara cavab. Müxaliflərdən biri şəvahidin dildən istənməsi ilə əlaqəli bir neçə zəif hədis nəql etdikdən sonra deyir. Bu hədislər İmam Əhmədin Fədail Sahaba və Əz-Zuhidi kitabından, əqidə kitablarından biri olan İmam Acuri'nin Əş-Şəri kitabından, İbn Səd Təqabinin kitabından, İbn Mübarəkin Əz-Zühidi kitabından, Əbu Nuəym Hiyyətül Əvliya kitabından rivayet etmişlər. Bu rivayətin isnadında zəiflik olsa belə sünnə imamları bu rivayətləri öz kitabında rivayet etmişlər və bunlar bir irad bildirməmişlər, yaxud bunu şirk olduğunu deməmişlər. Cavab olaraq biz deyirik ki, birincisi özündə zəif adlandırdığı hədisləri şirkə tövhid donu geyindirmək məqsədi ilə dəlil gətirmək sələfin yolu deyil, zındıqların yoludur. Necə ki, qədim üləmadan İbn Əbu Hətim Ər-Razi rahimallah doğruluqla bilinən, lakin hafizəsi yerində olmayan, xəta, laqeyd, yanılğıya düşən ravilərdən danışdıqda deyir, bunlardan təşviq, çəkindirmə, zühd, ədəb babından zəif hədislər yazılırlar. Halal, haram mövzularında isə bu hədislərə dəlil gətirilməz. Necə olur da sələf qatında haram, halal mövzusunda belə zəif hədislər götürülməzkən, şirk və tövhid mövzusunda zəif hədislər etiqadlanıb, bunu qəbul etməyənlər isə zındıq adlandırırsınız. Necə bəyəm, sizə görə sələf zındıqdırmı? Rabi İbn Süleyman rivayet edir ki, İmam Şafi rahimallah dedi, ədalətini bilmədiyiniz adamın şahidliyinin qəbul olmadığı kimi, sübutunu bilməyən hədisləri də qəbul edilməz. Əgər hədis ravisi bilinməz və ya digər ravilər müxalif edərsə, bu vəziyyətdə hədis nəql edilməmiş kimi olar və hədis sabit deyil. Görünən budur ki, sələf üləması heç də sizin kimi hər özünə gələn hədislə etiqadlanmayıb. İmam Şafi rahimallah ilə davam edərək buyurur, mühəddislər ravilərdən çox yanılan və yanında səhih bir kitabın əsli olmayan kimsələrin hədisini qəbul etmərik. Eyni ilə şahidlikdə çox yalanılan kimsələrin şahidliyini də qəbul etmədiyimiz kimi. İmam Şafi bəzi insanların qəflətə düşdüyünü bildirir və səbəbini açıqlayır. Bəzi məqsədlərlə onlara zəif olduğunu bildikləri kimsələrin rivayətini öz görüşlərinə
uyğundursa alırlar və siğa, yəni etibarlı ravilərin hədislərini öz görüşlərinə uymursa rədd edirlər. Kimlər də çeşitli yönlərdən məqsədli olaraq hərəkət edirlər. Sənə bəyan edildi ki, yuxarıdakı iddia sahiblərinin nə sələf, nə də əsərlə, nə də İslamla əlaqəsi yoxdur. Gələk ikinci şübhənin hansı ki deyir, bu rəvayətin istinadında zəiflik olsa belə sünnə imamları bu rəvayəti öz kitablarında rəvayət etmişlər. Buna bir irad bildirməmişlər, yaxud bunu şirk olduğunu deməmişlər. Bunu iddia sahibinin həqiqətən qat-qat cahildir. O qədər cahildir ki, nə usuldan xəbər var, nə də qaydadan. Adama deyirlər ki, bir imam kitabında nəsə nəql edirsə, onu etiraz etmirsə, o deməkdir ki, o imam ona etiqad edir. Bunu belə olmadığını sənin gözünə soxum. Sən də bax. Misal üçün İmam Buxari öz səhihində rivayət edir. Qısa tərcümə. Allah Resulü Ammar radiyallahu anh dedi: "Vah Ammara, onu bağı həddi aşmış bir qrup öldürəcək. Ammar onları cənnətə, onlar da onu nara, yəni cəhənnəmə dəvət edəcək. Bunun üzərinə Ammar fitnələrdən Allah'a sığınıram" dedi. Buxari 447-ci hədis. Həmçinin bu hədisi İmam Müslim, İmam Əhməd, İmam Nəsai, İbn Hibban rivayət etmişlər. Biz bilirik ki, Ammar ibn Yasir radiyallahu anhu Siffin günü İmam Əlinin radiyallahu anh tərəfində yer almışdı və onu Muaviyyənin radiyallahu anh ordusunu öldürdü. İndi isə yuxarıdakı iddianın sahibinə sual veririk. Bəyən bu imamlar belə bir hədisi rivayət etməklə, bu hədisi irad etməməklə Muaviyyəni bağı və cəhənnəm dəvəsi olduğunu etiqad edib. Əgər sizin yuxarıdakı üsulunuzla geçsək, gələk deyək ki, İmam Buxari, İmam Müslim, İmam Əhməd və belə rəvayət nəqli etdiklərinə görə və buna bir irad etmədiklərinə görə Muaviyyənin cəhənnəm dəvəsi olduğunu etiqad ediblər. Lakin biz bilirik ki, bu belə deyil. Məsələn, İmam Əhmədin Muaviyyəni radiyallahu anhı qınayan və onu xəlifə olaraq görməyən, sadəcə sultan olaraq görən bir haqqında soruşuldu. İmam Əhməd dedi, o şəxs düşmənçilik edilməyə layiqdir. Əbu İdris Əl-Həvalidən rivayət edildiyinə görə Ömər ibn Xattab Xumus valiliyində Ümeyr ibn Sadı çıxarıb yerinə Muaviyyəni gətirəndə xalq Ümeyri çıxatıb Muaviyyəni bəli etdi və dedilər. Bunun üzərinə Ümeyr Muaviyyəni xeyirli anı dedi. Çünki Nəbinin sallallahu aleyhi ve sellemdən Muaviyyəni hidayət vasitəsi qıl deyə dua etdiyini eşitdim. Tirmizi, Buxari. Həmçinin İmam Buxari rahimehullah səhihində rivayət edir ki, İbn Əbi Müleykidən rivayət edildiyinə görə İbn Abbasa deyildi ki, möminlərin əmri Muaviyyə haqqında nə deyirsən? O vitri ancaq bir rəkat olaraq qıldı. İbn Abbas o biri fəqihdir deyə cavab verdi. Buxari 3765. İbn Əbu Müleykə dedi ki, Muaviyyənin yanında İbn Abbasın bir mövlası, azadlısı olduğu halda yatsı namazından sonra vitri bir rəkat olaraq qıldı. Mövlası İbn Abbasın yanına gedəndə dedi, ona ilişmə, çünki o Resulullah'a sahabəlik etmişdi. Buxari 3764-cü hədis. Bunlar hamısı İmam Buxarinin Fədilus Sahaba babında Muaviyyənin radiyallahu anh fəziləti əlaqəli nəqillər etdikləridir. Bundan başqa örnəklər vermək mümkündür. Məsələn, İmam Əhməd Müsnəddə rivayət edir ki, Ayşə radiyallahu anh Allah Resulü sallallahu aleyhi ve sellemə ucadan dedi, vallahi mən bildim ki, Əli sənə atamdan və məndən daha sevimlidir. Bu hədisin sənədində müxtəlif işgəllər olsa da İmam Əhməd bunu müstədində rivayət edib. Buna etiraz etməyib. Müxaliflərin üsuluna əsasən geçsək, gərək deyərək ki, İmam Əhməd bu hədisi kitabında rivayət etdiyinə görə, buna bir irad etmədiyinə görə Əlini radiyallahu anhı
Əbu Bəkirdən üstün sayıb. Halbuki bu belə olmadığını biz gözəl bilirik. Məsələn, Hərb ibn İsmail Əl-Kirami rivayət edir ki, İmam Əhməddən soruşdum ki, əlini Əbu Bəkir Öməri önünə keçirən, yəni onlardan fəzilətli sayan kimsəni arxasında namaz qılmaq olarmı? O dedi ki, onun arxasında namaz qılmaz. Belə örnəklər səhərə qədər saymaq olar və bu örnəkləri əsasən biz açıq alınla çəkinmədən deyə bilərik ki, bir alimin kitabında Əhl-i Sünnənin təməl əsaslarının zidd nəsə rivayət edilərsə, ona etiraz etməzsə, o demək deyir ki, imam sözünü gedən əsəri günümüzün zındıqları kimi anlayıb və ya həmən əsəri kitabında rivayət etməsi dəlil deyil ki, o əsər onun dinidir. Bu qaydada Əhl-i Sünnəyə hücum edən bütün bidət əhlinə rəddiyə var. Bütün zındıqlar yaxşı bilsin ki, Əhl-i Sünnə mütəvatir naslara əsasında bir etiqad qurub, bundan sonra bu etiqada nə qədər zidd əsər getirsəniz də, sözünü gedən əsər mütəvatir naslara əsasən qurulan əqidənin sarsıda bilməz. Məsələn, Rafizlər İmam Buxarinin hətta səhihində bir rivayət gətirirlər ki, Ömər Fatiməni döydü. Biz yenə də ona etimad etmərik ki, birinci belə bir əsərin Buxarıda olması mümkün deyil. İkincisi, fərz edək ki, yenə də etimad etməliyik. Niyə? Çünki Əhl-i Sünnə sahabənin ədalətinə, Quran və Sünnənin mütəvatir naslarına əsasən etiqad edilir. 1-2, hətta səhih olsa, əsər bu əqidənin sarsıda bilməz. Biz həmən əsərə sarılmaz əqidəyə əsasən müamilə edərək. Eyni ilə şəfaət də belədir. Şəfaəti Allahdan başqasına istəməyincə qədər Qurandan və Sünnədən mütəvatir nas var. Bu qədər nasın önündə hər hansı bir səhih olmayan əsəri dəlil götürülməz. Səhih olsa da mütəvatir nasın müqabilində təvil edilər. Bu hədis əhlinin yoludur. Allah Subhanahu taala'dan bunlar üçün hidayət diləyirəm. Allah Azze və Cəllə bunların bəsirətini açsın. Haqqa haqq, batılı batıl kimi tanısın bunları. Elhamdülillah. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.